Qədim toxuculuq ənənələrinin davamı olan qobelen sənəti Azərbaycanda sujetli xalça məktəbi ilə qovuşaraq milli motivlərə və tarixi hadisələrə yeni bədii ifadə qazandırır. İlmə-ilmə toxunan bu dekorativ sənət nümunələri tarixi və milli kimliyi özündə yaşadan vizual salnaməyə çevrilir. Əməkdar rəssam Adil Şıxəliyev artıq 52 ildir ki, qobelen sənətinin ənənələrini yaşadır və inkişaf etdirir. Onun əsərlərində milli ornamentlər, Azərbaycan təbiəti və tarixi yaddaş öz əksini tapır. Rəssamın yaradıcılığında süjet əsas ifadə vasitələrindən biridir. Mələklərin fəryadı, Vətənim mənim, Şuşa kimi əsərlərdə Qarabağ mövzusu və tarixi hadisələr qobelenin bədii dili ilə ifadə olunur. 80 illiyi tamam olan sənətkar milli xalça ənənələrini qobelen sənətinin imkanları ilə birləşdirərək özünə məxsus yanaşmasını ifadə edib. Palaz, kilim, vərni, zili, şəddə, sumaq gəlib çıxır xalça. Hərəsinin öz texnologiyası var. Hərəsinin özünə məxsus öz ilmələri var. İş toxunan vaxtında mən istər o ilmələri dəyişdirirəm. Texnologiyanı dəyişirəm. İndi kimlərinsə belə xoşuna gəlmir, bəyənmir ki, qobelen ancaq bu olur. Bəli. Avropa qobeleni başqadır. Mən Avropa qobeleni toxumuram. Mən Azərbaycan qobeleni toxuyuram. Rəssamın qobelenlərində şəhərsalma irsi və memarlıq nümunələri xüsusi əhəmiyyətə malikdir. Bu monumental kompozisiyalara yaxından baxdıqca yalnız sapların və ilmələrin quruluşu görünür. Uzaqlaşdıqca isə bütöv təsvir, kompozisiya və rəng harmoniyası bütün aydınlığı ilə üzə çıxır. Qızıl balıq, bilirsiniz necədir? Xəzərdir o. Xəzərin varlığını, Azərbaycanın varlığını, üstə də tarixi abidələr. Simur quşu Qobustandan başlamış tarixi abidələr hamısı orada həkk olunub. Deyirlər, rəvayətə görə güyəmiş Simur quşu ağlayır, gözündən düşən bir damcı, iki damcı yaş, ora cənnətdir. Orada da mən həkk eləmişəm, toxumuşam, 3 damcı su düşür, xarı bülbülün üstünə. Adil Şıxəliyevin yaradıcılığı texniki yeniliklərlə də seçilir. Rəssam şum qobelenində torpağın şumlanması effektini toxuma prosesi ilə tətbiq edərək qobelen sənətinə fərqli plastik həll gətirib. O traktor torpağı çevirən ki, orada otlar da olur, gül də olur, çiçək də olur. Bəzisi üstə çıxır, bəzisi torpağın altında qalır. Bu işi çöndərməklə mən o effekti göstərdim. Qobelende o ortasında belə boşluqlar əmələ gəldi. Adil Şıxəliyevin yaradıcılığı Azərbaycan qobelen sənətinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, xalçaçılıq ənənələrinin müasir bədii ifadə vasitələri ilə yaşadılmasının parlaq nümunəsi kimi dəyərləndirilir. Arzu Yusif, Emin Əhmədzadə, Azər Məcidov, Mədəniyyət xəbərləri.